Salam əziz 4-cü sinif şagirdləri. Deməli sizin Azərbaycan dili dərsliyinizdə bir mövzu var ki, frazeoloji birləşmələr, hansı ki ona aid kifayət qədər nümunələr də qeyd olunubdur. Gəlin bircə frazeoloji birləşmələr haqqında məlumat əldə edək. Öncə qeyd edim ki, frazeoloji birləşmələr o tip birləşmələrdir ki, tərkibindəki sözlər öz həqiqi mənasını itirib, birlikdə yalnız məcazi məna ifadə edən birləşmələrdir. Bax, 2 dənə nümunə yazacağım. Bir yazıram buradan, daşı başına vurmaq, daşı başına vurmaq. Həqiqətən də daşı götürüb əlimizə kiminsə başına vurmaq olar. Bu nümunənin tərkibindəki bütün sözlər, həm birinci, həm ikinci, həm üçüncü söz həqiqi mənada işlənibdir. Lakin bir nümunə yazıram buradan, hirsi başına vurmaq, hirsi başına vurmaq. Amma bu nümunədə hirs və baş, bir də vurmaq sözləri öz həqiqi mənalarından uzaqlaşıb, birlikdə, yəni 3 söz birlikdə bir məna ifadə edibdir. Hansı mənanı, uşaqlar hansı mənanı, Miraç, hansı mənanı ifadə edibdir? Hirsi başına vurmaq. Yəni məcazi mənada, yəni əsəbləşmək mənasını ifadə etmiş oldu. Yaxud da ki, bir var deyirəm ki, quzu su içir. Quzu su içə bilər. Yəni həqiqi mənada quzu su içə bilər. Bir də deyirəm ki, gözü su içməmək. Gözü su içməmək. Deməli, bax, bu birləşmənin tərkibindəki göz, su və içmək, yaxud içməmək ifadələri məcazi məna ifadə ediblər də. Aydındır, öz həqiqi mənalarından çıxıbdır. Üçü birlikdə hansı mənanı ifadə edəcək? Şübhələnmək mənalarını ifadə edibdir. Yaxud da ki, bax, deyirəm ki, bax, top əldən düşdü. Top əlimdə idi, əlimdən yerə düşdü. Topun əldən düşməsi təbii ki, mümkündür. Bir də deyirəm ki, məsələn, əldən düşmək, deyirəm ki, qoca lap əldən düşmüşdü. Lap əldən düşdü. Burada əldən düşdü, Miraç, hansı mənanı ifadə edir? Burada yorulmaq mənasını. Afərin sənə. Deməli, burada yorulmaq mənasını ifadə edibdir. Həqiqətən də qoca kiminsə əlində deyildi ki, yerə düşsün. Burada yorulmaq mənasını ifadə etmiş oldu. Yaxud da ki, bir var deyirəm ki, bax, yol gedirəm, məsələn, taksidir. Maşını saxlamaq. Maşını saxlamaq olar. Düzdür, uşaqlar. Gedən maşını saxlamaq olar. Əl eləyəcəksən, dayanacaq. Yaxud da ki, maşın deyək ki, çox asta sürətlə hərəkət edir. Sən də biraz pəhləvan gücü var səndə. Maşını itələyib saxlaya bilərsən. Amma dilini saxlamaq, dili necə saxlayarsan? Dilini saxlamaq nümunəsində isə, yəni bu iki söz birlikdə hansı mənanı ifadə edəcək? Susmaq mənasını ifadə edəcək. Aydındır? Bax belə, bu frazeoloji birləşmələr bu tip birləşmələrdir ki, həqiqi mənada yox, məcazi məna ifadə etmiş olacaqlar. Bəli, Miraç, buyur. Burada. Məsələn, ağzına su almaq. Burada həm su içmək mənasındadır, həm də ki, susmaq mənasındadır. Afərin. Deməli, elə birləşmə var ki, o həqiqi mənadır. Həm bircə həqiqi məna ifadə edə bilər, həm də məcazi məna. Ağzına su almaq, həqiqətən də ağzımıza su ala bilərik. Amma bir də ağzına su almaq, susmaq mənasını ifadə edəcək. Doğrudur. Bəs gəl indi nümunədəki deməli, tapşırığındakı nümunələrə baxaq. Yola düşmək hansı mənanı ifadə edəcək? Bacarmaq, susmaq, anlamaq, ötürmək, getmək, yoxsa inanmaq, yola düşmək. Hansı mənanı ifadə edəcək? Yola düşmək. Bacarmaq olarmı yola düşmək? Yox, deyirəm qonaqlar yola düşdü. Yəni neynədir? Getdi. Bəs top yola düşdü necə olar? Top yola düşdü. Top yola düşmək, sağ ol. Top yola düşə bilməz. Sağ ol. Deməli, topun yola düşməsi həqiqidir. Amma qatar yola düşdü, qonaqlar yola düşdü. Qonaqlar yola düşdü nümunəsində isə, qonağı əlimizdən yola salmırıq da biz, düzdür? Burada artıq yola düşmək ifadəsi getmək mənasını ifadə edibdir. Yaxud başa salmaq. Başa salmaq, nəyisə götürüb kimisə başının qapağı yoxdur ki, açasan qapağı başına nəsə salasan. Başa salmaq hansı mənanı ifadə edir? Anlamaq, düzdür? Mən dərsi başa salıram, siz də anlayırsınız. Bəs yaxşı, deyirəm, qonaqları yola saldım. Yəni, neynədim? Ötürdüm mənasını ifadə edir. Düzdür? Gedirlər, onları ötürürəm. Yaxşı, çulunu sudan çıxarmaq nə deməkdir?
Sulunu sudan çıxarmaq. Hə, səncə bacarmaq yoxsa susmaq hansı mənanı ifadə edir? Bacarmaq. Bacarmaq, bəli. Bəs bel bağlama. Bir var deyirəm ki, bax, tələsmə. Deyirəm ki, lent götürüb, lentlə bel bağladım. Bel bağladım. Lentlə beli bağlamaq olarmı? Lenti götürüb, ipi götürüb kiminsə belini bağlamaq olarmı? Olar. Amma güvənmək mənasında, kiməsə inanmaq mənasında. Bel bağlamaq artıq məcazi məna ifadə edibdir. Həm bel, həm bağlamaq sözləri. Bəs, məsələn, deyirəm, qapını qıfılladım. Qapını neynədim? Qıfılladım. Qapını qıfıllamaq olarmı? Olar. Bəs ağzı qıfıllamaq olar? Susmaq mənasında. Ay, sağ ol. Burada susmaq mənasını ifadə etmiş olacaq. Bəs yaxşı. Məsələn, bax, burada C tapşırığında nümunələr veribdir. Məsələn, ürəyi düşmək. Ürək hara düşsün ki? Nə zaman bizim ürəyimiz düşür? Qorxduğumuz zaman, düzdür? Yaxud da ki, əldən düşmə. Biz nə zaman əldən düşürük? Yorulduğumuz zaman. Afərin. Bax, ata nə zaman özündən çıxır? Necə olur özündən çıxır? Mənə nə edirsiniz siz? Əsəbləşdirəndə özümdən çıxıram. Düzdür? Hirsim başıma vurur, özümdən çıxıram, zəncir çeynəyirəm. Bax, bunlar hamısı əsəbləşmək mənasını ifadə edəcək. Düzdür? Məsələn, bir də görsə məktəbə gedirsiniz, Mirac. Sən dərsə getməyəndə sənin müəllimin soruşur ki, digər şagirdləri deyir ki, Mirac gözə dəymir. Yəni, hansı mənanı ifadə edir? Görünmür. Ay, sağ ol, görünmür mənasını ifadə etmiş olacaq. Məsələn, C tapşırığında nümunələr veribdir. Bir bunları da bir xatırlayaq, yada salaq. Yada salmaq hansı mənanı ifadə etdi? Yada salmaq. Mən dərsi yada salıram. Oxuyuram, isim mövzusunu yadıma salıram. Yəni, xatırlayıram. Deyirəm, başa çatdırmaq. Yəni, Bir işi başa çatdırmaq. Yəni, sonlandırmaq, bitirmək mənasını. Düzdür? Yaxşı, nəzər salmaq nədir? Nəzər salmaq, baxmaq. Baxmaq, görmək yox. Baxmaq, ayəsə. Lərzəyə gəlmək nə deməkdir? Lərzəyə gəlmək. Titrəmək. Düzdür? Məsələn, deyir, Koroğlunun nərəsindən dağdaş titrədi. Yəni, lərzəyə gəldi. Aydın oldu. Yəni, biz frazeoloji birləşmələrimizin sayını kifayət qədər artıra bilərik. Məsələn, gəlin indi şifahi mən sizə bir neçəsini deyim. Siz də, əziz 4-cü sinif şagirdləri, siz də videonu dayandıraraq mənim bu suallarıma cavab verə bilərsiniz. Məsələn, gəlin belə deyək. Ürəyi yanmaq frazeoloji birləşmə hansı mənanı ifadə edər? Ürəyi yanmaq. Həqiqətən də ürəyimiz yanmır da, yəni ocaq üstündə yanmır. Bizim nə zaman ürəyimiz yanır? Bir, suslayanda, deyirik, suslamışam, ürəyim yanır. Bir bu, bir də kiminsə halına acıyırıq. Görürük ki, məsələn, kimsə hansısa bir heyvanı döyür gözümüzün qarşısında. Həmin heyvan da neyniyir? Başlayır, çarəsiz vəziyyətdədir. Biz o heyvanın halına acıyırıq. Yəni, ona ürəyimiz yanır. Aydındır, bu mənanı ifadə edəcək. Daha sonra, məsələn, söz vermək hansı mənanı ifadə edər? Söz vermək. Sözü yəni belə vermirik insana. Yəni, söz vermək ona... Mənə bu gündən etibarən mənə söz vermişsiniz ki, bir də telefonla deyək ki, oyun oynamayacaqsınız. Düzdür? Bir bu söz vermək. Yəni işi yerinə yetirəcəyinə əmin etmək, boyun olmaq mənasını ifadə edir. Digər halda isə, məsələn, mən indi Ramal sənə söz verirəm, buyur sən çıxış elə, filan mövzu ətrafında sən danış. Yəni fikrini söyləməyə dəvət etmək mənasını ifadə edəcək. Aydındır? Yaxşı, başqa bir nümunə. Məsələn, deyirəm, dəridən qabıqdan çıxmaq nə deməkdir? Dəridən qabıqdan çıxmaq. Yəni adam nə zaman dəridən qabaqdan çıxır? Sinirlənəndə. Yox, həddən artıq çalışanda, çox əziyyət çəkəndə. Yaxşı. Məsələn, dərslərə çox yüklənir. Onda yüklənir, yəni dərslərini çox oxuyursa, aydındır, yaxud da ki, çox fiziki iş görürsə, dəridən qabaqdan çıxmaq anlamına gəlir. Bəs yaxşı, əlini ağdan qarıya vurmamaq hansı mənanı ifadə edir? Əlini ağdan qarıya vurmamaq. Hə? Deyirik. Heç əlini ağdan qarıya vurmur. Yəni, heç bir iş görmür. Aydındır. Bəs can deyib can eşitmək nə deməkdir? Can deyib can eşitmək. Hansı mənanı ifadə edir? Mehriban olmaq, bax yadınızda. Mehriban olmaq. Bəli. Bəs dil-dil ötmək? Bax, mənlə dil-dil ötmək. Nə demək ki, dil-dil ötmək? Yəni, söz güləşdirmək. Yəni bir şeyi çox həvəslə danışmaq, çox danışmaq mənasını ifadə edəcək. Bəs yaxşı, hansı mənanı ifadə edim, hansı frazeoloji birləşməni deyim sizə ki, bəs yaxşı, ürəyi ağzına gəlmək?
Qorxmaq. Təəccüblənmək. Qorxmaq. Yox, qorxmaq, qorxu hissi keçirmək bu mənanı ifadə edəcək. Düzdür. Bəs ürəyə getmək? Ürəyə getmək. Təəccüblənmək. Yox, Ürəyə yox. getmək. Qorxmaq. Bir an bayılma hissi. Ay sağ ol, bayılmaq mənasını ifadə edəcək. Bir də hər hansı bir şeyi həddən çox istəmək mənasını. Məsələn, filan ayaqqabıdan ötürü ürəyim gedir. Yəni onu həddindən artıq istəyirəm. Aydın oldu. Bəs yaxşı, qaş-qabağı yer süpürmək. Süpürgə ilə yeri süpürmək olar. Düzdür? Qaş-qabaq nə mənə şeydir ki, o da yer süpürsün. Qaş-qabağı yer Qaş-qabaqlı, süpürmək yəni. nə deməkdir? Qaş-qabağı yer süpürmək. Yəni incimək, küsmək, bikef olmaq mənalarını ifadə edir. Aydın oldu və Keyfsiz. ay doğrudur, doğrudur. Bəs yaxşı, bir nümunə də deyəcəm sizə. Məsələn, bəs qulaq asmaq nədir? Qulaq asmaq. Dinləmək. Biz Hə? qulağı ama asmırıq da o Aha. mecazi Ay sağ ol. mənadır. Doğru. Yəni qulağı asmırıq. Qulaq asmaq eşitmək deməkdir. Yəni Doğru. mən müəllimə məsələn qulaq asıram. Eşitmək yox, Dinləyirəm. dinləmək. Dinləmək. Aydın. Hər eşitdiyimizi dinləyirikmi görək diqqətlə. Bu məna var. Diqqətli olmaq lazımdır. Aydın oldu Mirac? Yaxşı, bir dənə də nümunə deyəcəm. Gözü kəlləsinə çıxmaq. Gözüm Təəccüblənmək. Afərin, afərin. Doğrudur. Yaxşı, bir dənə də nümunə deyəcəm. Gözüm səndən su içmir. Sənə güvənmirəm. Yəni şübhələnirəm səndən. Şübhəlisin. Ay sağ ol, yaxşı. Bəs yaxşı, özündən çıxmaq. Özündən çıxmaq. Hə. Deyin, Sinirlənmək. sinirlənmək, yəni əsəbləşmək mənası. Bəs qanad açıb uçmaq. Vay, qanad açıb uçmaq. Sevmək. Ay sağ ol. Sevinmək. Bəli, sevinmək mənasını ifadə edəcək. Bir dənəsini də deyim, yekunlaşdıraq. Yaxşı, bir söz də deyəcəm. Bəs yaxşı, yadıma düşsün, qoy yadıma düşsün deyim. Bəs adı dildən dilə gəzmək, adı dillərdə gəzmək. Məşhur olmaq. Yəni məşhur olmaq. Ay sağ ol, düzdür. Onun adını deyir bir-birinə. Doğru. Onun Hamı adını deyir, haqqında danışır da, onun haqqında danışır. Hamının Düzdür. dilindədir o. Hər Doğru. Amma necə dildən dilə gəzərsən ki, məsələn, mənim adım kiminsə dilində gəzir. Yəni bu məcazi mənada. Dildən dilə gəzmək Yəni, məcazi. məşhurlaşma haqqında çox danışılmaq mənasını ifadə edir. Deməli, əziz şagirdlər, bugünkü dərsimiz bu qədər. Düşünürəm ki, frozoloji birləşmələr haqqında kifayət qədər tanış oldunuz və kifayət qədər frozoloji birləşmələr öyrənmiş oldunuz. İnşallah növbəti dərsimizdə görüşənə kimi. Sağ olun.